Tima Hüseynzadədən sizə xəbərimiz var. Tima yayımda ev aldığını açıqlayıb. Asant xidmətə getdim. Orada adıma vön açıldığını gördüm. 10.000 manat borc gəlib. Mənim xəbərim olmadan necə aça bilərlər deyə Tima qəzəblənib. Həmin görüntüləri sizə təqdim edirəm. Buyurun izləyin. Saat 9-dan Asan xidmətdəyim. Banka verdiyin pulu da ala bilmirsən bacı. Banka pulu alanda sömürürlər belə. Qoyursan banka, pul verəndə vermirlər. Deyir biz şeydir, 5 gün gəlin deyir. 6-cı günü deyir biz sizə pul verəməyik. Ondan sonra bir ciddi bir şey başıma hadisə gəlib. Adıma vöyün açılıb dövlət tərəfindən. Gözünüz aydın. Salam. Ekranı tıklayın, canlı oxşarısına paylaşın. Vöyün nədir? Dövlət adıma vöyün açıb. Mənim xəbərim olmadan, mənim ətərim olmadan, mənə bildiriş vermədən, mənə məlumat vermədən dövlət adıma vöyün açıb. Vergi. Vergi borcum nə qədər olsa yaxşıdır. 9-10 min manat civarında. Hər video paylaşdıqca, öz videomu oynayıb belə paylaşdıqca hamısını reklama vurublar ki, reklam eləyib haransa. Mən reklama gedirəm, ay başı, mən reklama çağıran var. Bütün videolarımı oynamışam, her akıda çıxıdı, tort kəsib paylaşmışam anamla. Hamısı reklama vurublar. Deyirlər ki, reklamdır. Nə fərq var, əldə tort var, tort reklamıdır. Tort üfürmüşük, anamla belə qoymuşuq ora. Hamısı reklama vurublar ora. Xəbərim yoxdur mənim işindən xəbərim. Mənə heç bir bildiriş vermədən, heç bir məlumat vermədən, veynimin də adını bilsən nə qoyublar? Reklam işbirliyi. Mən reklam edirəm, gedəm hardasa veyni açdıram. Mənim reklamım olur, ay başı. Nə olacaq? Biz nə bilmiş, nə öyüm yıxılıbdır. İşte birinci gün gedəcəm vergilər idarəsinə görüm nə deyirlər. Asaram özümü bu ölkədə. İnsan qətliyamı baş verir, bir nəfərin ölümü. Mənim 9-10 minim var, aparam harası vergi ödəyəm. Mən reklama gedirəm, reklam edirəm, mən pul qazanıram reklamdan. Bir dəfə burada mənə gül atanda 1000 dəfə deyirəm balayın ayağının altında ölüm. Mənə burada şişirlər gəlir, universallar gəlir, milyonlar qazanıram mən buradan. Nə qazanıram ki sən mən? Özümə mənim xəbərim olmadan sən mənə vöyün açırsan. Billər çox. Yığmışam, anamı müalicə eləmişəm. Xərçən xəstəsi müalicə eləyirəm. Sən buna mənə vöyün açırsan. Vöyün açmağı bir kənarı, mənim məlumatım olmadan. Sən nətər yəni, mənə məlumatın kodunu al. Sən mənə nətər yəni, məlumat vermədən sən mənə nətər vöyün aça bilərsən? Mənim məlumatım olmadan mənim arxamca nətər iş görə bilərsən sən? Gəlir çay. Ola bilməz. Oldu da, bir gün getdim alqı-satqıya gedəndə notariusdakı qız mənə dedi ki, sənin vöyünün də var. Bax, bu yaxşı şeydir. Dedim, nə yaxşı şeydir? Xanım, vöyün nədir? Adı nədir? Dedi, bəs sənin adına vöyün açılıbdır. 3 ay bundan qabaq. Deyirəm, bəs nə haqq hesabdır? Niyə açıblar bu vöyünü mənə? Vöyünü mənə kimə açıb? Mənim məlumatım, xəbərim yox. Düşdüm adı nədir? O nədir? Nədir o vöyünə baxanlara da aşağıda 2-ci mərtəbəyə Asan xidmətdə düşdüm. Dedi ki, sizin vöyününüz açıqdır, davam eləyir. Gəl ana hesabat verməlisiniz yeni ildən. Əlim üzümdə qaldı.
Dedim, bə mən nə varam? Dedi, git vergilər idarəsinə. Hara bağladım? Az vergi borcum var, 10.000. Hara bağladım? Nəyə bağladım? Hansı bizneslə mənim vergi borcum var? Mənim başım çıxmır. Hansı hədiyyələrlə mənim vergi borcum var? Hansı reklamlarla, hansı milyonla mənim borcum var? Mən anlamadım. Yox, mənim məlumatım olmadan, mənə xəbərdarlıq vermədən sən mənə nətər böyün aça bilərsən? Mən 10.000'i haradan tapıram az 10.000'i? Heç 10 dənə bitim də yoxdur. Əşi, tutalım ki, dövlət mənə böyün məsləhət görür, mənə böyün açılmalıdır. Dövlət bunu deyirsə, bu qanundur, bunu eləmək lazımdır, başda bunu eləyək, pajalısın, etə skazala vam. Prosto, mənim məlumatım olan sən nətər mənə böyün aça bilərsən? Bu vergilər idarəsi, müyün, mənə nətər mənim məlumatım olmadan mənə nətər böyün aça bilər? Başım çıxmır. Mənim imzam olmadan, mənim qərarım olmadan, mənim təsdiqim olmadan, ondan sonra mənim şeyim olmadan, pin kodum olmadan, nələrimsə olmadan sən mənə nətər böyün aça bilərsən? Düzdür, şəxsiyyət vəsiqəm olmadan sən mənə nətər böyün aça bilərsən? Mənə çox maraqlıdır. 3 ayda yüzdə. Aça bilməz imza lazım. İmzalayıblar da mənim əvəzimə. Nətər yalan deyir? Asım xidməti yalan deyir. Sən səysən, sən başın işləyir. Ev alırdım, torpaq alırdım büyünlərim. Böyünüm var idi orada mənim. Görək, yaxşı, mən büyün torpaq almaq elə bil mənim taliyimə, qismətimə yazılıb bir şey ki, mənim məlumatım olur. Yoxsa olmasaydı uşaqlar, bəlkə də 100.000 borcum olasaydı büyünə kimi. Neyəcək? Ay, brat, sı-i-pırı al. Ay, brat, spiral qoyun. Daş başını, mən də deyirəm, indi bir cəməli bir söz deyəcək, tutardı. Borcum var, 10.000. Oynadığım videolar var, sənlə. Rakıdı çıkıdı, hamısı reklama vururlar, reklam deyə. Gedəcəm, birinci gün dedi ki, gedərsən vergilər idarəsinə. Gedəcəm vergilər idarəsinə. Nədir yəni mənim şeyim var, böyünüm var, nə deməkdir? Mənim məlumatım olmadan mənim böyünüm nətər ola bilər? Bilsən, böyün bilsən nədən ötərində? Məsəl üçün, gedirsən, harcısı işləyirsən, düzdür, böyünün olmalıdır. Məsəl üçün, reklama gedirsən, sən dövlətin vergisini ödəməlisən. Mən reklama gedirəm, dövlətə vergi ödəyəm. Ay millət, burada nə işiniz var? Gidin oğlanlara dəstək yolunda. Sənin oğlanlığına tullarım. Sənin oğlanlığın varsa burada nə gəzirsən be yaxşı? Nə gəzirsən burada? Niyə gedib oğlanların canlısında oturub oğlanlara dəstək olmursan? Boyun yoğun. Mənə maraqlıdır. Ha, niyə oturmuşsan burada? Levelini dombaldıq gəlib durmuşsan burada. Niyə gedib oğlanlara dəstək olmursan, hə? Dalbarik. Səndən yaxşı oğlanam mən. Bunu yadından çıxartma. O minmat yığmaq üçün pul xərclər daş başına. Dövlət cəmaatın vergi idarəsinə borcu var. Abi 10.000 yığam aparam vergiyə verəm. Yoxsa mənim vergiyə borcum var, aparam 10.000 yığam aparam vergiyə verəm. Vergi idarəsi vün məndən cəza alıqma vün açmışdı ki, aparam ona 10.000 manat vergi ödəyəm. Mən biznesmenəm, mən biznesleydim, mən zırtmanam az. Abi restoran işlədirəm, mən mağaza işlədirəm, günü 100.000 apar otduq.
Nə mənim izləyicilərimin vergi idarəsinə borcu yoxdur, nə də mənim vergi idarəsinə borcum yoxdur. Hələ bir məndən xəbərsiz mənə höyün açıblar, hələ onun cavabını versinlər, sonra keçərlər vergiyə. Mən ev almışam, mutlu günümdür, yaxşı günümdür. Gedəm görəm, asan xidmətli ev alıram, torpaq keçirib adına. Deyir, sənin vöyünün var. Dedim, ay xanım, bəs vöyün nədir notariusda? Deyir, bəs deyir, vöyün. Getdim tez vöyün idarənəm, aşağıda 2-ci mərtəbəyə düşdüm. Dedim, bəs bu nə haqqısa? Deyir, sənin adına vöyün var. Vöyünün də adı reklam işbirliyidir. TikTok reklam işbirliyi. Vöyün. Kim açıq? Vergi idarəsi. Mən nə bilim kim açıq? Mənim imzam olmadan, mənim vəsiqəm olmadan, mənim heç nəyim olmadan sən mənə vöyün açdır. Mən mol işlədirəm, sən mənə vöyün açırsan. Mən burada mənə bir gül atanda sevinirəm, 1000 dəfə deyirəm, balayın ayağının altını dönüm. Mən reklam qazanıram, mən buradan pul qazanıram. Deyir, gəlana hesabat verməlisən. Deyir, gəlana ilin sonudur. Gələn ayın əvvəli dedi hesabat verməlisən. Dedi, hamısı hesablanacaq, hamısı. Ödəyərsən. 9-10 min manat civarında ödəniş eləməlisən. Mən heç 10 min manat həyatımın heç bir qırağında görməmişim. O ki, qalsın, mən 10 min manat aparım arası belə ödəyəm. Sən ödəyir, qan tökərəm. Ləhməliyib özümü tökərəm yerəm. 1 manat da vermərəm eşkimə. Özümə asaram vergilər idarəsinin qabağından. Mən hansı hardan qazandığım, hansı pulla mən aparım, vöyün verim. Mənə maraqlıdır. Bura şişirlər gəlmir, universallar gəlmir, pahalı hədiyyələr gəlmir. Mən burada milyon qazanmıram. Mən buradan kart paylaşıb, dilənib, xəstə anamı müalicə eləyirəm. Ömrü boyu. Bura lox yazılmayıb. Mən bu ölkədən 1 manat xeyrim yoxdur. Dövlət mənə nə qaz pulu verir, nə işıq pulu verir, nə yemək pulu verir, nə taksi pulu verir, nə maşın verir. Amma mən bu ölkəyə qaz pulu ödəyirəm, işıq pulu ödəyirəm, kredit ödəyirəm, yemək pulu ödəyirəm, hər şeyə pul ödəyirəm, hər şey azğı sıçmağa da pul alalar. Başa düşdünüz? Heç bir vergi idarəsində də pulum yoxdur verməyə. 80 manatı mənə verir, 80 manatı heç mənim yol pulumun heç bir yarı hissəsini qarşılanır. Mən buradan da milyon qazanmıram ki, aparam hansısa vergilər idarəsində pul ödəyəm. Gedəcəm birinci günü görün nə haqq hesabdır. Mənim məlumatım olmadan sən nətər mənə vöyün aça bilərsən. Mənim imzam olmadan sən nətər mənə vöyün aça bilərsən. Mənim xəbərim yoxdur. Nə olar? TikTokerlərin xəbərləri yoxdur. Bəlkə də adlarına 500 min borc yaranıbdır. Gedin ay bala, gedin vöyünlərinizi, xəbərsiz, ətərsiz hamının adına vöyün var. Gedin. Gedin baxın. Gedin asan xidmətə vöyünə baxın. Görün neçə milyon yazılıb adınıza. Belə baxıram, birdən ağlıma gəldi bu günlərim ki, TikTok şəxsiyyət vəsiqəsi iləndir də. Vəsiqəni TikTok şəklini çəkir, götürür, qoymur onsuz işlətməyə. Deyirəm, bəlkə TikTok eləyib, bacı. Şəxsiyyət vəsiqəmi şap-şap çəkib, vöyünlər açılıb hamının adını. Elə TikTok çəkən kimi, TikToka girən kimi elə açılıb. Mən gedib maraqlanacağım. Birinci günü. Bugün 6 idi deyəni yarı iş günü idi. Vaxtım da yox idi. Asal xidmətdə bugün işim çox idi. Evi keçirdirdim adıma. Məhləni çıxarışın zadını adıma keçirdirdim. Buyurun, çox sağ olun.
O gündə məndə də 50 min tutublar. Bir K artdan adında qoyublar. TL-də iqra var. O bacı sıçmaq pulla, şişəmək pulla, nəfəs almaq pulla, yerimək pulla, ondan sonra baxmaq pulla, görmək pulla, danışmaq pulla, yemək pulla, oturmaq pulla, uzanmaq pulla, hər şey pulla. Nə qayraq? Yeni imkanın adamın ola, deyəsən ki, hər şey imkanım var. Dilin atasının içində deyəsən ki, hər şey eybi yox. Mənim imkanım var da, birdən bir məsəl üçün günü 100 manat qazanıram, eybi yox. Bunun bir 50'sini vergi ödəyim. Mən nə qazanıram az buradan? Deyə ya, 2300 nəfər oturub hel ha hel üzümə baxır. Mən nə qazanıram buradan? Vergi ödəməlisən gələn yerdən, gəlir yerindən. Hansı gələn yerdə mən aparım o vergini ödəyim? Ay bacı, hardan ödəyim? Gələn yerdən ödəyərlər. Buradan. Yəni hansı qazandığım pulla? Bir saat 3000 yığdım mən bir saat 3000. Allah ananın canına qismət eləsin o 3000'i yığmaq. Allah öz canına qismət eləsin o 3000'i yığmaq. Gələrsən köməkli eləyərəm, sən də yığarsan o 3000'i inşallah. O günü mən gözümlə görərəm. Heç vaxt belə qarğış eləyirəm. İlk dəfədir mən belə kiməsə qarğış eləyirəm. Heç vaxt eləməmişdim belə qarğış heç kimə. Ay Sladinka, başına dönüm. Kart qoyub mən anamı müalicə edirəm. Mənim anam xərçin xəstəsi. Bu prosedurlar çox bahalı prosedurlardır. Bunu dövlət özü gözəl bilir. Başa düşdün? Eləsin sığorta, mən də burada oturum kart qoyub, dilənib aparıb anamı müalicə eləməyim. Akıllı ilaçları gətirsin, versin bizə, gedək pulsuz vıraq. Başa düşdün? Kart qoyub, mən anamı müalicə edirəm, buradan ağayıram. Yaxşı, tutalım ki, mən kart qoyub anamı müalicə edirəm. Bu millətin pulundan bu vergi idarəsi də yeməlidir. Bu xəstənin pulundan demək ki, vergi idarəsi nəsə yeməlidir. Və yaxşı, mənim xəbərim olmadan sən nətər mənim pulumu yeyə bilərsən? Sən nətər malda yönaça bilərsən? Sən nətər cəmaatın pulunu yeyə bilərsən? Mənim xəbərim olmadan, mənim imzam olmadan, mənim vəsiqəm olmadan, mən orada olmadan, məndən xəbərsiz, məndən gizlin, mənim adıma nətər borc yaza bilərsən? Heç bir məlumat olmadan, heç bir xəbərdarlıq olmadan. Mən özüm açdırmamışam böyün. Mən heç ara gedib özümə böyün açdırmamışam. Mənim ağlım da özümü idarə eləyir, başım da özümü idarə eləyir. Nə danışdığımı da bilirəm, nə düşündüyümü də bilirəm, nə qayırım mən. Mənim hələ başım getməyib ki, gedəm böyün açdırım, səhər yadımdan çıxam. Böyün açdırırsan, onun məsuliyyəti var. Sən bilmirsən, böyün açdırmırsan, tez-tez gedib yoxlatmalısan, görün nə oldu, nə oldu. Birinci günüm. Gözləyək birinci günüm. Mənə bir qəpli top atın. Vergi yesin. Mənə bir qəpli top atın, vergilər idarəsi yesin. Atın, uşaqlar, top atın. Atın, yoxunuzu atın. Gelin kreditə girin, gəlin atın mənə. Bir qəpi atın mənə. Bir qəpi atın, yarım qəpini vergilər idarəsi yesin. Yaxşı qadam.
Alkışlar, alkışlar. Ay vergiler dairesi. 2 qəpik kazandı, 1 qəpik senin. Alkışlar. Alkışlar büyün, alkışlar. Tutacaqlar sən. Mən niyə tuturlar? Adam öldürmüşəm, dədənə söymüşəm, cinayət işlətmişəm. Mən niyə tuturlar ki? Dədənə söyməyin qiyməti 105 manatdır. Bir şey ki, nə varmışam? Nə işlə tuturlar məni? Az gedib 20 içəridə yasaram, 1 manat da ödəmirəm. Gətirər qabağıma sübut qoyar ki, bax sən bu reklama getmişdin, bu reklamdan 500 manat almışdın, onun reklamdan 500 alıb o 1000 manatını bizə ödəməmişdin. Gətirsin qabağıma sübut qoysun, mən hansı reklama getmişim, hansı reklamdan pul qazanmışım. Gətirsin çoxsun gözümə. Bakıda yaşayıram deyə mənə 30 manat cərimə yazıblar. O elədir, Bakıda şeydir, əgər yaşayış yerini tərk edirsənsə, həmin ərazinin polis şöbəsinə bildirməlisən ki, mən filan ərazidəyim. O çoxdandan da var, o indi yoxdur ha. O çoxdan da var. O indi çıxmıyor o cərimə. O çoxdan da var ki, həmin əraziyə, polis şöbəsinin ərazisinə bildirməlisən ki, mən sənin ərazindəyim. Gülü çox sağ ol. Nihat tutuldu. Sən də yanına döşənəsən. Nə təhlə sevinişləri kimsə tutulmağına Allah sən saxla. Dəniz çox sağ ol. Bu atılan hediyenin biri 1 qəpikdir. Onda gelip 5'ini mənə atasan ki 3'ü TikTok'a gələ. 2 qəpiyi mənə qala. Çünki 70% TikTok tutur. O vaxt 50% tuturdu, 70'ini tutur. Ondan sonra oradan da bu 3 qəpiyi mənə qaldı. Mesela 5 qəpiyi atdım, onun 3 qəpiyi mənə qaldı. 70%'ini TikTok tuttu. Хотя бы это сказала вам da oradan karta atırsan o 5 qəpiyi. 5 qəpiyinin 2 qəpiyini də şey tutur. Bank xidmətləri tutur. Nə qədər qaldı yerdə 1 qəpik? Bu yüzden böyle de buranı qanun edelim. Bəs böyük hədiyyə atanda tutalım ki 500 manata, 550 manata, 350 dollara, 300 dollara mənə şey attın, şir attın. Oradan gəlir mənə 100-150 dollar pul oturur.
O 150 dollarını da bir 5 dollarını oradan çıxardanda tutur. Başa düşdüm. Çox sağ ol Hüseyn. Şirket düz manat deyil. 550 değil mi? 500 dolar. Ya 350 dolardı ya 300 dolar. Onu da kart atarlar da. İşte ben Ay xanım. Kartıma pul atırlar, anam müalicə eləyirəm. Buna mavi öyün açıblar. Gör hələ sən, mən anam müalicə eləməsəm mavi nə böyünlər açarlar. Günü 1000 manata. Günü 1000 manata böyün açarlar mavi. Günü 1000 manat böyün verməlisən. Canın çıxsın işte. İşləyib qazanıb gətirib səni saxlayıram. Evdə ac qalırsan, pul gətirməyəndə. Yoxsa sən işləyib qazanıb gətirib mənim cibimə qoyursan. Hı? Ətək kimdir ha? Saç yok, baş yok dersen ki. Sto deyilsə. Çok koluna al. Bekletiririz. Hava değsin. İstilənmirsən. Adam çiməndə istilənir. Uşaqlar xəbər zad eləmirlər böyündən zaddan adama. Borç yığılır üst-üstə. O da yine cidden. İndi dürək döyüntüm var yine. Ne yukarıda yine de birinde geri yatan demişti Serhat akşam. Yine öşkür. Hiç olmasa 100 olmalı. 100 oldu. Elin yasır. 100 düştü böyle. Yüz düştü yazdı. Yaxşıdır. Hava yoxsa istedi. Yok o değişik. Qalsın biraz açıq. Çox şey için tərliyəsənsə də nə için birdən? Buranı açım, skabazını kırız. Yüz lira mısın yüzündə? Üstü yine.